Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: hörmətli prezident Əliyev, müstəqillik gününüz münasibəti ilə sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm. Biz Azərbaycanla əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində Birləşmiş Ştatlarla tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, iki tərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sayəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və Birləşmiş Ştatlarla əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və 10 illiklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik deyə təbrikdə vurğulanır.